Salam, əziz izləyicilər. Əsma-i Hüsna silsiləmizdə bugün ilahi ədalətin təzahürü olan uca bir ismə, Əl-Xafid isminə nəzər salırıq. Əl-Xafid nə deməkdir? Bu, yuxarıda olanı aşağı salan, zalimları, təkəbbürlüləri alçaldan və haqqa qarşı çıxanların dərəcəsini sıfırlayan deməkdir. Allah Teala Əl-Xafiddir. Yəni o, öz gücünə, sərvətinə güvənib insanlara zülm edənləri, təkəbbür göstərənləri heç gözləmədikləri anda zirvədən endirib aciz buraxar. Tarixdəki Fironlar, Qarunlar bunun ən böyük sübutudur. Bu isim bizə xatırladır ki, əsl ucalıq mal-dövlətdə deyil, təqvadadır. Bəs Ya Xafid zikri nə üçün və nə qədər çəkilməlidir? Ya Xafid zikri əsasən zalimların zülmünə son qoymaq, düşmənlərin və pis niyyətli insanların hilələrini boşa çıxarmaq və haqsızlığa qarşı qorunmaq üçün çəkilir. Bu ismin əbcəd dəyəri 1481-dir. Lakin pisliklərdən qorunmaq və haqlı mübarizədə qalib gəlmək üçün gün ərzində səmimi qəlbdən zikr edilməsi mənəvi bir qalxan rolunu oynayır. Gəlin, Ya Xafid deyərək Rəbbimizin ədalətinə sığınaq və bizi təkəbbürdən uzaq tutmasını diləyək. Allahım, Əl-Xafid adının ucalığı və ədaləti xatirinə bizi təkəbbürdən və nəfsimizin bizi alçaltmasından qoru. Bizə zülm edənlərin, haqsızlıq edənlərin hilələrini öz qüdrətinlə boşa çıxart. Amin. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.